Bepantenol bir çox dəri problemlərində istifadə olunur. Əsas faydaları dərinin bərpasını sürətləndirir. Tərkibində olan deksapentanol dəri hüceyrəsinin yeniləməsini sürətləndirir. Əsas faydaları nələrdir? Yanıqlar, cızıqlar, zədələnmələr zamanı dərinin bərpa olunmasına yardımcı olur. Nəmləndirici təsiri göstərərək qurumuş və çatlamış nahiyələri yumşaldır, nəmləndirir. Yeni doğulan uşaqlarda bişməcələr olur və bişməcələri aradan götürür. Süd verən analarımızda döşkülər çatlamalar olur və həmən nahiyələr sürtüz bepantenol həmən çatlamalar aradan götürür. Dəridə qoruyucu təbəqə yaradaraq soyuğun və küləyin zərərli təsirlərindən üzü qoruyur. Yüngül gül yanıqları zamanı, günəş yanıqları zamanı dərini sakitləşdirir. Kimlər bepantenol mazı istifadə edir və hansı problemlər zamanı faydalarını görür, videonun altına şərh olaraq qeyd etsinlər. İstifadə etmək istəyənlər və yaxud da ki, eyni problemdən əziyyət çəkən insanlarımız yararlansınlar. İstifadə qaydası və yan təsirlərini videonun altında qeyd edəcəm. Bu qədər, hər zaman baxımlı və gözəl olun.